Bugün səninlə 20 dairəsində toplama və çıxma əməllərini öyrənəcəyik. Birinci toplamanı öyrənək, daha sonra isə çıxma əməlini. Sən mənə denən toplamanın komponentlərini. Toplanan cəm. Aha, yazmışam bura 8 üstəgələ 7. Yadında saxla. Baxacağıq burada ən böyük toplanan hansıdır? 8. 8. Həmişə böyük toplananı 10-a tamamlayacaq. 10-a tamamlamaq üçün isə kiçik toplananı böyük toplananın üzərinə gələcəyik. İndi sən mənə denən görüm. 8 üstəgələ 7-də. 8-i 10-a tamamlamaq üçün 7-dən neçəsini verməliyik 8-ə? İkisini verdik. Neçə oldu bu 8? 10. 10. Bəs 7-də neçə qaldı? 10. 7'də 5. 10 üstəgələ 5 neçə oldu? 10 üstəgələ 5, 15. 15. Aferin sənə. Yaxşı. 4 üstəgələ 8. İndi denə. Ən böyük toplanan hansıdır? 8. 8. 8-i nəyə tamamlamalıyıq? 10'a. 10'a. 10'a tamamlamaq üçün 4-dən neçəsini verməliyik 8-ə? İkisini. İkisini. Verdik bura. Neçə oldu? 8. 8, 10 oldu. 10 oldu. 4-dən neçəsi qaldı? İkisi. İkisi. 10 üstəgələ 2. neçə oldu cavab? 12. 12. Ay sağ ol. İndi deyirəm. 6 üstəgələ 7. 6 üstəgələ 7. Aha. Ən böyük toplanan hansıdır? 7. 7. İndi 7-ni 10'a tamamlamaq üçün nə etməliyik? 10'a tamamlamalıyıq. 10'a tamamlamalıyıq. Nə etməliyik? 6'dan 3'ün verməliyik 7'yə. Neçə oldu? 10. 10. 10 üstəgələk 3. 10 üstəgələ 3. Cavab 13. 13. Aferin sənə.